Yer kürəsi öz ox ətrafında 1 saata neçə dərəcə dönsəydi, 180 dərəcə meridian xətti 8-ci saat qurşan orta meridian olardı. 1 saat x dərəcə 8-ci saatdir. 8 saat 180. X vurulsun 8 bərabər 180. X də bərabər 180 bölünsün 8. 2 dəfə 16, 2, 20-də. Yəni 2 dəfə 16, 4, 22 tam, 15 dərəcə. C variantı. Çox sadə. Sonra sxema əsasən Praqa və Xarkov arasında ən qısa məsafə Praqa və Xarkov. Bu arasında ən qısa məsafə 1577,4 kilometr. Deməli, kilometr. Zaman fərqinin isə 88 dəqiqə olduğunu bilərək bu şəhərlərin yerləşdiyi paralel çevrəsinin uzunluğunu hesablayın. Yəni, biz burada birinci, deməli, məsafə, həqiqi məsafə bərabərdir 1577,4 kilometr. Sonra 88 dəqiqə fərq var. Praqadan deməli Xarkova 88 dəqiqə. Gəlin birinci dəqiqəni çevirək. Dərəcə 2 neçə dərəcə fərq var. Çünki dərəcə verilib. Biz çevrəsinin uzunluğu deyil, həqiqi məsafəni tapmalıyıq. Yəni, ümumi çevrəni. Deməli, 1 dərəcə 4 dəqiqə, x dərəcə 88 dəqiqə. X vurulsun 4 bərabər 88, x də bərabər 88 bölünsün 4. Bərabərdir 22 dərəcə. Deməli, 22 dərəcə fərq var. 22 dərəcə fərq varsa, 22 dərəcə fərq 22 dərəcə olacaq 1577,4 kilometr. Yəni 1 dərəcəni tapaq. Çünki 1 dərəcə qoysun uzunluğunu tapmalıyıq ki, ümumi paralel çevrəsinin uzunluğunu tapaq. 1 dərəcə x kilometr. Buradan da 22x bərabər 1577,4. X bərabər 1577,4. Deməli, bölünsün 1577,4 bölünsün 20. 1577,4 bölünsün 22. 22 bərabər 71,7. 71,7. Deməli, həmin paralelin 1 dərəcə qoyulsun uzunluğu nə qədər? 71,7. 1 dərəcə 71,7. Biz dedik, tam çevrəc 360-dır. 360 dərəcə x. X də bərabər 71,7 vurulsun 360. X də bərabərdir. Deməli, vurulsun 360. 25.812 kilometr. Aşağı diaqramda eyni meridian üzərində fərqli eniliklər yerləşən eyni meridian. Meridianlar eynidir. 1, 2, 3, 4, 5. Eyni meridian, eyni meridian üzərində, eyni meridiandır, fərqli enilikdir. Bir dənə meridiandır. 1, 2, 3, 4, 5 fərqli enilikdir. Fərqli enilikdə yerləşən 5 məntəqə şaquli bastırılmış eyni ölçülü dirəklərin 23 sentyabr. 23 sentyabrdırsa, 23 sentyabr. Deməli, günəşin zenitdə olduğu məntəqə haradır? Ekvator. Günəşin zenitdə olduğu məntəqə ekvator. Yəni, günəş ekvatorda 0 dərəcədir. Buradadır. Vaxtı, kölgələrin uzunluqları verilmişdir. Buna isə hansı məntəqə yerin öz xəttindən fırlanma sürətinin daha çox olduğu müəyyən edilir. Fırlanma sürəti ekvatora doğru getdikcə artır. Yəni, qütbdən ekvatora doğru getdikcə artır fırlanma sürəti.
İndi deməlidir, daha çox, ekvatora daha yaxın olan. Biz dedik ki, Günəş ekvator zənətdədir. Və ekvatorun uzaqlaşdıqca düşmən bucağı da həm azalır, düşmən bucağı azaldığı üçün də kölgənin uzunluğu artır. Yəni, ona görə biz kölgənin uzunluqlarına baxsaq, ən uzaqda yerləşən 3-dür. Çünki kölgənin uzunluğu daha uzundur, düşmən bucağı daha azdır. Sonra ikinci gəlir 1, sonra gəlir 2. Ekvatora doğru gedir, kölgənin uzunluğu azalır. Çünki 90 dərəcəyə yaxınlaşır. Sonra 4, bir də 5. Bu məntəqələr belədir. Bu da ekvator xətti. Yəni, bu formada düzülür. 5, 4, 2, 1, 3 qütbə doğru. Burada deyir ki, daha çox olar. Fırlanma sürət daha çox ekvatora daha yaxın olan 5-ci məntəqədir. A variantı. İkinci vəz 21 mart. Yenə 21 mart Günəşin zenitdə olduğu məntəqə. Ekvator. 0 dərəcə. Deməli, Günəş ikinci vəzi saat neçə olar? İkinci vəziyyətdə. Biz deyik 45 dərəcədirsə, bu deyək bu 12-dir. 45 dərəcə gedirsə, bu deyək ki, bu 6-dır. Demək, 6-da çıxır. 6 saat, 6 saat olur. 21 martda 6 saat, gündüz 6 saat gecə bərabər olur. Bu 45 dərəcədirsə, 45 dərəcəni 3 saat eləyir. 9 eləyir. 00. Sonra 12, buradan da 3 saat gələndə 15, 10. Neçə saata gələr? Hə, yəqin 1-dən 2-yə. 1-dən 2-yə də 9-dan 15, 15, 00, çıxsın 9, 00, 0, 0, 6 saata. Cavab C variantı. Burada oxuma olmur. Sizə növbətiyə. Sxema əsasında A məntəqəsindən 200 dəqiqə irəlidə. 200 dəqiqə irəlidirsə sağa gedirik. Və 2 saat 40 da geridə olan coğrafi uzunluqlar verir. Bu ekvatordur, deməli. Uzunluqları soruşulmuşdur. 200 dəqiqə irəli. 200 dəqiqəni dərəcəyə çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 200 dəqiqə. X vurulsun 4 bərabər 200. Sıfırımı çox yazdım. X bərabər 200 bölünsün 4 bərabərdir 50 dərəcə. Deməli, A məntəqəsi 22 şərq uzunluğudur. Buradan 50 dərəcə üzərinə gəlirik. Üstünə gəlirik 50. Bu dərəcə 72 şərq uzunluğu. B budur. İndi C-ni tapaq. C-də də 2 saat 40 dəqiqə. 1. Deməli, 1 saat 15 dərəcə. Ayrı-ayrı tapaq. 2 saat X. X bərabərdir 15 vurulsun 2 bərabər 30 dərəcə. Dəqiqəsini tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 40 dəqiqə. X vurulsun 4 bərabərdir 40. X bərabərdir 40 bölünsün 4 bərabərdir 10. Üstünə gəlirik 10. 40 dərəcə. Demək, 22 qərb uzunluğundan 40 dərəcə sola gedir. 22 çıxılsın 40. Bərabər mənfi 18. Mənfi 18 olduğu üçün 22 şərq uzunluğudur. A məntəqə demişdən sağdadır. Ona görə olacaq 18 qərb uzunluğu. D variantı. BC nöqtələr arasındakı yerli vaxt fərqi 5 saat 20 dəqiqədir. BC. Bərabərcə xəttin uzunluğunu hesablayın. Birinci dərəcə verilib, saat verilibsə birinci dərəcəyə çevrilir. 1 saat 15 dərəcə. 5 saat X. X bərabər 5 vurulsun 15. 75 dərəcə. Dəqiqəni tapaq. 1 dərəcə 4 dəqiqə. X dərəcə 20 dəqiqə. X vurulsun 4 bərabər 20. X bərabər 20 bölünsün 4. Bərabər 5. Üstünə gəlir 5. 80 dərəcə. Deməli 80 dərəcə. Digərlərinin dərəcələrini tapaq. A-dan B-yə 80 dərəcə üstə gələk. A-dan B-yə 0 ilə 40 arasında 40. C-dən D-yə 0 ilə 10. Üstə 10. Bərabərdir 130 dərəcə. Deməli 130 dərəcə fərq var. Və biz də baxırıq ki, biri ekvatordur, ikisi meridiandır. Və biz bunların hamısının dərəcəsini 111 dərəcə qəbul edirik.
Yəni 1 dərəcə qoysunuz 111 kilometr qəbul edir. Ümumi olaraq tapaq. İkincisi kilometrdir. 1 dərəcə 111 kilometr. 130 dərəcə x. X də bərabər 130. Deməli 130 vurulsun 111. 111 bərabər 14430 kilometr. Y variantı. Yer kürəsi öz xəritəsinin ətrafı 1 saat neçə dərəcə dönsəydi 180 dərəcə meridian xətti 10 saat qurşağın meridianını orta meridian olardı. Çox sadə. 1 saat x dərəcə 10 deyir. 10 saat 180 dərəcə. X vurulsun 10 bərabərdir 10 180. X bərabər 180 bölünsün 10 bərabərdir 18 dərəcə. B variantı. E ilə Venn diaqramını tamamlamayan bəndi müəyyən edin. 12-ci saat qurşağı, 24-cü saat qurşağı. Deməli, 12-ci saat qurşağı bütün yarımkürədə yerləşir. 12-ci saat qurşağı bütün yarımkürədə tamamlamayan deyil. Bütün yarımkürədə yerləşir. Yəni, ortaq xüsusiyyəti olmasın. 12-ci saat qurşağı həm deməli, yəni uzunluğunu tapaq. 1 saat 15, 12, x. X də bərabərdir 12 vurulsun 15 bərabərdir 180 dərəcə. 180 dərəcə olduğu üçün bu 180 dərəcə həm qərb, həm şərqdədir. 24-cü saat qurşağında isə 0-dır ya da 360. Bu da 360 yox, indi 0 qəbul olunur. Bu da 4 yarımkürədə yerləşir. Bu tamamlayır. Qərb sərhədi ilə şərq sərhədi arasında 15 dərəcəlik fərq var. Bütün saat qurşaqlarının qərblə şərq arasındakı 15 dərəcə fərq var. Yəni 15 dərəcədən çıxa bilməz. Çünki 1 saat 15 dərəcə dövr edir. Bu da ikisinə doğrudur. Orta meridianla Bakı şəhərinin yerləşdiyi meridian arasında yerli vaxt fərqi 3 saat 20 dəqiqə. Bunu saxlayaq. Şimal buzlu okean yerləşir. Bəli, hər ikisi kəsir Şimal buzlu okeanı. Avrasiya materiki yerləşir. Avrasiya materiki hər ikisində yerləşir. Deməli, cavab C olacaq. Bakı şəhəri 50 şərq uzunluğudur. Biri yerləşir 180-də, biri yerləşir 0-da. Bunlar arasında dərəcə fərqinə baxsaq, biri 50 dərəcə fərqdir, biri 130 dərəcə fərqdir. Yəni 50 dərəcə, 130 dərəcə bunlarda 3 saat 20 dəqiqə ola bilməz. Ona görə C variantı doğru deyil. Elə Venn diaqramı tamamlayan, indi tamamlayan, yəni 180, 0. London şəhəri yerləşir, 180-də yerləşmir, ancaq 0-da yerləşir. Tamamlayan deyir. Qərb sərhədlə şərq sərhədi arasındakı 60 dərəcə fərq var. Heç birində 60 dərəcə fərq ola bilməz. Bunlar arasında. Yəni qərb şərqi ola bilməz. Orta meridian Bakı şəhəri yerli vaxt və yerli 3 saat. Bu da ola bilməz. Atlantik Şimal buzlu okeanlarında yerləşir. Bu da ola bilməz. Atlantikdə yerləşmir 180. Avrasiya materiki yerləşir. Cavab Y variantı.